Klasik fayton görünüşünü müasir elektrik mühərriki ilə birləşdirən nəqliyyat vasitələri bulvar ərazisində xüsusi tarixi marşrut üzrə hərəkət edir. Gəzinti zamanı sərnişinlər Dənizkənarı Milli Parkın tarixi və simvolik məkanlarını fərqli rakurslardan izləmə imkanı qazanırlar. Layihənin məqsədi Bakının tarixi irsini müasir texnologiyalarla bir araya gətirməkdir. Bura çox gözəl turistik məkandır və düşünürəm ki, qonaqlar üçün çox əlverişlidir. Onlar bu gəzintidən həqiqətən zövq ala bilərlər. Üstəlik, peşəkar bələdçilər məkanın tarixi haqqında çox maraqlı məlumatlar təqdim edirlər. Ümumilikdə bu möhtəşəm bir təcrübədir. Burada gözəl şəkillər və videolar çəkmək mümkündür. Biz həqiqətən çox xoş vaxt keçirdik və bu yadda qalan bir təcrübə oldu. Şehri gezeceğiz, tarihini öğreneceğiz faytonlarla. Buradaki arkadaşlarımız sağ olsunlar hep birlikte insanlara hizmet etmek için burada varlar. Gözəl, çox gözəl. Cəmaatın istirahəti üçün lap yaxşı. Dənizkənarı Milli Parkda ilk dəfədir ki, elektrofaytonlarla gəzinti təşkil olunub. Bu faytonlar sayəsində bulvarın bir çox istiqamətlərini gəzib görmək mümkün olacaq. Qeyd edək ki, 18 yaşa qədər faytonlarla gəzinti ödənişsizdir. Elektromühərrikli faytonlarda ümumilikdə 6 sərnişin gəzə bilər. Yeni xidmət yalnız gəzinti ilə də məhdudlaşmır. Marşrut boyunca ziyarətçilər üçün əlavə nostalji elementləri də hazırlanıb. Bakının fayton ənənəsi yenidən Dənizkənarı Milli Parka qaytarılır. Bu dəfə fərqli yanaşmayla, daha müasir yanaşmayla qaytarılır. Elektrik mühərrikli, lakin retro görünüşlü faytonlar, nəqliyyat vasitələri artıq bugündən ziyarətçilərin, bulvar ziyarətçilərinin ixtiyarına verilir. Bakı bulvarının tarixi marşrutu üzrə hərəkət eləyəcək bu nəqliyyat vasitələri. Qız Qalası yaxınlığında bir balaca fasilə olacaq. Bu da əbəs yerə deyil. Burada ziyarətçilərin, fayton sərnişinlərinin fotoları çəkiləcək və retro üslublu qəzetdə bu fotolar hədiyyə olunacaq. Faytonlar təkcə yeni xidmət deyil, həm də Bakının uzun illər əvvəl istifadə olunan nəqliyyat ənənəsinin yenidən canlanmasıdır. Fayton ümumiyyətlə 19-cu əsrin ikinci yarısında Azərbaycanda əsas nəqliyyat vasitələrindən biri idi. Keçmişdən müasir dövrə bir səyahət edirik. Bulvar ərazisində turlar təşkil olunacaq. 3 dildə, həm yerli Azərbaycan dili, xarici dillər, o cümlədən rus dili, ingilis dilində biz bulvarın geniş tarixindən danışacağıq. Beləliklə, elektrik mühərrikli retro üslublu faytonlar Bakının tarixi nəqliyyat ənənəsini müasir şəhər mühitinə qaytarır. Yeni layihənin həm paytaxt sakinlərinin, həm də turistlərin Dənizkənarı Milli Parka marağını daha da artıracağı gözlənilir. Şəfiqə Hüseynova, Elvin Qəhrəmanov, Röya Qarabağlı, ASTV Xəbər.